Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Əziz tələbələr və hörmətli izləyicilər. Allahın izni ilə növbəti dərsimizin izahına başlayıram və sizlərdən bəlkə də daha çox həyəcanlanıram ki, dərsimiz getdikcə sizlərə qəliz gəlməsin. Yəni, bacardığım qədər ən sadə dildə izah verməyə çalışıram, bunu bilirsiniz. Çünki qrupumuzda hər yaş təbəqəsindən olan tələbə var, ən kiçiyindən tutmuş ən yaşlısına qədər və çalışıram ki, hər kəsin başa düşəcəyi şəkildə elmi terminlərdən az istifadə edərək dərsi izah edim ki, sizlərə çətin gəlməsin. Əslində, bugünkü mövzumuz qətiyyən çətin deyil. Bütün diqqətinizi toplayıb dinləsəniz, lazımı qeydiyyatı dəftərinizdə aparsanız, əminəm ki, öyrənməyə nail olacaqsınız. Növbəti bəhslərdə ola bilər biraz çətinlik yaransın, onu da inşallah birlikdə aradan qaldıracağıq. Beləliklə, bugünkü dərsimiz tənvin və sakin nunun qaydaları. Yəni, bu qaydaların başlığı altında izhar qanununun izahı olacaq. Sakin nun dedikdə, yəni sukunlu nunu nəzərdə tuturam. Sukunlu bildiyiniz nunu nəzərdə tuturam. Buna sakin nun deyirlər də, hərfin sakin halıdır, bilirsiniz. Və sakin nun, tənvin niyə eyni cərgədə adı çəkilir? Bunun da səbəbi odur ki, bilirsiniz ki, tənvinlərdə də bir görmədiyimiz sakin nun var. Ən, in, deyilmi? Hər birində sakin nun var. Ona görə də bu başlıq ümumi belə gedir. Sakin nun və tənvinlərin qaydaları. Beləliklə, əzizlərim, sakin nun və tənvin ərəb əlifbasında olan digər hərflərə yetişdikdə, yəni öncə gəldikdə, 4 qanun baş verir. İzhar, idğam, ixva və iqləb qanunu. Biz bu qanunlardan bugün izharı öyrənəcəyik inşallah. Həm izhar bunlardan ən sadəsidir deyərdim. Yəni, izhar qanununa əməl etmək üçün heç bir xüsusi səy göstərmək lazım deyil. Sadəcə həmin hərfləri yadda saxlamaq kifayət edir ki, qaydamızı mənimsəyəsiz. Deməli, sakin nun və tənvin ərəb əlifbasında olan 6 hərfə çatdıqda izhar oxunacaq. İzhar yəni necə? İzhar yəni necə var eləcə. İzhar yəni açıq oxumaq, zahidi oxumaq. Yəni aydın eşidilən şəkildə oxumaq nəzərdə tutulur. Yəni deyə bilərsiniz ki, bəyəm əksi də ola bilir. Bəli, olur. Nun hərfi gələcək dərslərimizdə oxunuşda tamamilə aradan gedə biləcək. Yadınızdadır, mənə sual verirdiniz ki, niyə bəzi yerlərdə nunun işarəsi yoxdur? Heç bir işarə yoxdur üzərində, onu necə oxuyaq? Bax, həmin mövzulara giririk ki, bu sakin nun növbəti dərslərdə oxunmaya biləcək. Amma bugünkü dərsimizdə açıq, aydın, izhar oxunur. İndi baxaq, həmin o 6 hərf hansıdır? Bu hərfləri də əzbərləmək üçün, əzizlərim, onların boğaz hərfi olmağı ilə yadınızda saxlaya bilərsiniz. Həm də inşallah dəftərinizə qeyd edirsiniz mütləq şəkildə. Beləliklə, o 6 hərf bunlardır. Həmzə, xa, hə, qayn və
ayn, bir də hə hərfimiz. Bu 6 hərf sakin nun və tənvinlərdən sonra gələrsə, həmin sakin nun və tənvinlərdəki n səsi izhar, yəni aydın oxunacaq. Hərfləri inşallah dəftərinizdə qeyd edin. İndi misallar üzərində də göstərəcəyəm, daha asan. Görəcəksiniz ki, sakin nun və tənvinlər bu 6 hərfə yetişdikdə necə oxunur. İcazənizlə silirəm. Məsələn, ilk misalımızı yazaq həmzəyə aid. Mən, mənə. Mən, mənə. Burada baxırsınız, həmzəmiz var. Həmzədən öncə sakin nunumuz gəlib və o izhar oxunacaq. Yəni, aydın eşidilir. Mən, mənə. Diqqət yetirdiniz. Məsələn, o hərflərimizdən biri hə hərfidir. Hə hərfinə aid yazaq. İn, huvə. İn, huvə. Bu da hə hərfimizdir. Göründüyü kimi hə hərfinə də çatmış nun, sukunlu nun, sakin nun aydın oxunur. İn, huvə, huvə. Bu şəkildə. Məsələn, ayn hərfindən öncə gələn sakin nuna aid bir misal yazaq. Min, əmələ. Min, sakin nun. Özü də əziz tələbələr, izhar qaydasında adətən hərfin sukunu bütün çaplarda yazılır. Yazılmayan hallarda nunun oxunmamağı ortaya çıxır. Amma harda görsəz ki, yəni heç hərfləri yadda saxlaya bilməsəz də, misal üçün deyirəm. Nunu sukunlu gördünüzsə, bilin ki, onu rahat izhar oxuya bilərsiniz. Min əmələ. Məsələn, ola bilər, hansısa çapda olar ki, yazılmasa, yenə də bizim borcumuzdur ki, hərfləri əzbər bilək. Bilək ki, bu hərflərə sakin nun və tənvinlər yetişibsə, biz onu izhar oxuyacağıq. Növbəti misalımızı tənvin damməyə aid yazaq inşallah. Əcrun azim. Əcrun azim. Burada da görürük ki, tənvin dammə ayn hərfinə yetişib və tənvin dammədəki nun səsimiz izhar oxunur. İnşallah dəftərinizdə qeyd edərsiniz. Yeri gəlmişkən yazım. Bunu da dəftərinizdə qeyd edin ki, biz əvvəlki dərslərdə, tənvin bəhsində daha doğrusu, tənvin damməni bir neçə quruluşda yazmışdıq. Yadınızdadırsa, bu quruluşda yazmışdıq. Bu quruluşda yazmışdıq. Bu quruluşda yazmışdıq. İndi bu quruluşların açmasından birini deyim ki, izhar oxunduğu halda tənvin damməni bu şəkildə görəcəksiniz, əzizlərim. Bu şəkildə də görə bilərsiniz. Yəni, bu iki şəkildə görsəniz, bu da sizə bir açma olacaq ki, burada izhardır. Yəni, nunu aydın izhar oxuyun. İnşallah çətin gələn heç bir şey bu dərsdə olmadı. Yenə deyirəm, aydın izhar oxunma qaydasıdır. Heç bir ixva yoxdur, buruna salma yoxdur, buruna süzmə yoxdur. Nun hərfini xüsusi bir səy göstərmədən
izhar qanununda tələffüz edirik. Necə var elə. Yəni bu dərsimizdən xülasə olaraq özünüzə bunu çıxardın. Nun 6 hərfə yetişəndə, nun və tənvinlər 6 hərfə yetişəndə necə var elə də oxunur. Uca Allahdan hər birinizə zehin açıqlığı diləyirəm əzizlərim. Allah hər birinizi müvəffəq eləsin. Hər birimizi bizləri öyrətməkdə, sizləri öyrənməkdə inşallah. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.